Bugün bax rus dilində 3 sözü araşdıraq. Çox dəbdədir və gecə-gündüz həm mətbuatda, həm televiziyada bu 3 sözü həmişə biz eşidirik. Bunlardan biri geroydur, biri vaynadır, biri də dengi. Müharibə, pul. Bəli. Bu geroy fransız sözüdür. Vayna alman sözüdür. Dengi də bilirsiniz Qıpçaq türklərinin tenge sözüdür. Yəni özünküləşdirildi. Onsuz da rus dilində olan sözlər çoxu oradan buradan gəlmədi. Mən yaxşı dedin, yadıma saldın. Qazaxstanda bizi bizim tərcüməçimiz, şirkətimizin tərcüməçisi evinə dəvət eləmişdi. Mən harda kitabxana görürəm, yürürəm o kitabxananın üstündə çox maraqlı bir kitablar var idi və onların içindən təxminən bu qalınlığında bir kitab götürdüm. Mənə elə gəldi ki, İnqilabdan qabaq ki nəşr idi. Hardasa 1900 neçə idi, yadıma gəlmir. Mən belə onu qucaqladım, açdım, baxdım. Gətirdim, Dina xanım idi, Qazax xanım idi. Təxminən indi mənim yaşlarımda. Dedim, bunlarda Slavyan sözü yoxdur ki. Təsəvvür eləyin ki, bütün dil türk sözləri arxasında var axı. Türkizm, türk sözləri, Alman sözləri, Holland sözləri, Latın və s. və s. və s. və s. Ümumiyyətlə yoxdur, ağlınıza gəlməyən sözlər. Məsələn, komandirdir, matrosdur, yəni kotletdir, rejissordur, fransız sözüdür, rejissor, kotlet. Məsələn, yəni ağlınıza gəlməyən sözlər hamısı alınma sözlərdir.